وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdə. Və salatu və selamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Sonra şeyx, rahiməhullah, təzə fəslə keçir. 31-ci səhifədə faslun və huna usul. Yəni, gəldik çatdıq usullara. Yəni, təkfirdə Əhl-i-Sünnə vəl-Cəmanın usulu, minhəci. Təkfir məsələlərində Əhl-i-Sünnə vəl-Cəma hansı mənhəcdədir, onu qeyd edir. Sadəcə, qardaşlar, yəni dünən də biz şeyx gətirdi misal xavariclə murciyən söhbəti, lakin ikisi də zəlalətdə idilər. Lakin fikir verirsən, yəni xavariclər dəlillərin bir hissəsini götürüb, o bir hissəsini götürməyiblər. Murciyələr də bir hissəsini götürüb, o bir hissəsini götürməyiblər. Yəni, bütün firqələrdə bu problem budur. Amma Əhl-i-Sünnə vəl-Cəma, əlhamdülillah, cəm eləyib hamısın, cəm eləyib və ondan sonra adil nəticə çıxardıb mövqeyi. Və həmçinin onu demək istəyirəm, qardaşlar, bu kitabça, yəni biz şərh eləmirik, biz bir yerdə oxuyuruq. Bu dərs, yəni, dərs deyək buna, sadəcə mütaliədir, kitab oxuyuruq, hamımız bir yerdə. Çünki stolun üstündə götürdük, elə birbaşa başladıq oxumağı bunu. Yəni, deyim ki, ətraflı bunun üzərində alimlərin şərhlərinə baxıb və s. geniş belə məlumat məqsədimiz olmayıb. Sadəcə xülasə, oxuyaq, faydalanaq, odur məqsədimiz, qardaşlar, ona görə. Aydındır, yəni bir yerdə oxuyuruq bunu. Birdən elə fikirləşərlər, qıssa özü fikirləşirsə, qıssa danışırıq. Amma geniş məsələn, təbii ki, faydalar, böyük faydalar var. Ola bilər, gələcəkdə ya qardaşlarda kimsə şeyxlərin şərhinə bu kitabçanı təzdən keçər, daha faydalı olar. Amma bizim məqsədimiz sadəcə götürdük, biraz gözüm ilişdi ona kitabxanada, dedim oxuyaq. Deməli, şeyx buyurur ki, və huna usulun, əhaduha, yəni birinci əsl, təkfirin birinci əsli budur ki, ənnə sünnətə vəl-əhadisən nəbəviyyə hiyəl məbniyyətu lil-əhkamil qur'aniyyə və mə yuradu minən nususi əl-varidə fi kitabillahi fi bəbi ma'rifəti hududi mə ənzəlallah kə ma'rifətil mü'mini vəl-kafiri vəl-müşrik fəl-muvahhidi vəl-fəcir vəl-bərri vəl-zalimi vəl-təqi وما يراد بالموالاة والتولي ونحو ذلك من الهدود. Yəni Şeyx rahimehullah burada deyir ki, rahimehullah, ümumiyyətlə birinci deyir ki, sünnə, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi, yolu, hədisləri, əməlləri və s. bu Quranı açıqlamaqdır. Sünnənin ən böyük məqsədlərindən biri Quranı açıqlamaqdır. Çünki bilirsiniz ki, Quran müxtəsər gəlib. Hər şeyin əsli ola bilər Quranda. Amma hər şey yoxdur. Təfsilatına yoxdur axı. Elə şeylər var, məsələn, Quran təfsilatla eləyib. Amma elə şeylər var, eləməyib. Qıssa işarə eləyib. Hər şeyin əsli var, lakin təfsilat həvalə edib kimə? Peyğəmbər sallallahu aleyhi ve sellem, o da sahabələrə öyrədib bu məsələlər necədir. Və ona görə Allah subhanət hala öz kitabında həddləri bəyanlayıb, bildirib ki, mömin kimdir, kafir kimdir, müşrik kimdir, tohid əhli kimdir, zalim kimdir, təqvalı kimdir və s. Kəmə ənəhəl məbniyyətu limə yuradu minəl əmri bis salati aləl-vəchl murad fi ədədihə və arkanihə və şurutihə və vacibətihə və kədəlikə zəkatu fə innəhu ləm yəzharil muradu minəl əyətil mucibə ومعرفة النصاب والأجناس التي تجب فيها من الأنعام والثمار والنقود ووقت الوجوب واشتراط الحول في بعضها ومقدار ما يجب في النصاب وصفته إلا ببيان السنة وتفسيرها. Yəni, Şeyx buyurur ki, rahiməhullah, yəni həmçinin sünnənin bəyanlığından danışır, təfsilat, yəni necə Quranı təfsilat verir. Deyir, məsələn, fikir verirsiniz namaz barədə. Zəkat barədə. Yəni, Quran-ı Kərim işarələ eləyib. Amma məsələn, sünnə daha açıqlayıb bunu. Bunun vaxtın qeyd edilib, bunun şərtlərin, vaciblərin, ərkanların, neçə rükət və s. və s. Bunlar hamısını qeyd edilir. Həmçinin zəkatda. Zəkat neçədə başlayır,
müəyyən şeydən necə zəkat verilir, nə qədər, o birisindən nə qədər zəkat verilir. Bunları hamısı nə eləyib? Sünnə bəyanlayıb, sünnə təfsirləyib. Və kəzəlikə sawm, həmçinin orucluq. Vəl həcc cəəətis sünnə. Cəəətis sünnə bi bəyanihimə və hududihimə və şurutihimə və mufsidatihimə və nəhvi dəlikə mimmə təvəqqəfə bəyanuhu alə sünnə. Və kəzəlikə əbvabul ribə və cinsi və nəv'i və mə yəcri fi və mə la yəcri və l-fərqu beynəhu və beynəl bey'i şər'i və kullu hədəl bəyan uxidə min Rasulillahi sallallahu aleyhi ve sellem bi rivayəti thiqat əl-udul ən mitlihim ilə ən təntəhi əs-sünnətu ilə Rasulillahi sallallahu aleyhi ve sellem. Həmçinin həc, həmçinin orucluq və ümumiyyətlə həmçinin riba, yəni alış-veriş və s. Hamısı bunlar nə də gəlib qardaşlar? Hamısı sünnə də gəlib. Quran-ı Kərimdə müxtəsərdir bunlar hamısı. Müxtəsər. Bunların təfsilatı, necə, nədə olar, nədə olmaz, qaydaları, hamısı sünnə də gəlib. Ona görə, çıxırıq biraz haşiyədən qırağı. Yəni, alimlər deyir ki, Quranın sünnəyə ehtiyacı, sünnənin Qurana ehtiyacından çoxdur. Çünki Quran açıqlayır onu. Daha doğrusu, sünnə açıqlayır onu. Sünnəsiz Qurana yaxınlaşmaq zəlalətdir. Kim istəyir haqqı tapa, Qurana yaxınlaşanda sünnənə vasitəsilə yaxınlaşmalıdır. Və kim istəyir sünnənə yaxınlaşsın, sahabələrin vasitəsilə yaxınlaşmalıdır. Biri ilə yox, hamısına. Beşi ilə yox. Aydındır? Yəni, Şeyx Rahimullah burada sünnənin əhəmiyyətini göstərir, mühümliyin. Və sonra deyir ki, فَمَنْ أَهْمَلَ هَذَا وَأَضَاءَهُ فَقَدْ سَدَّ عَلَى نَفْسِهِ بَابَ الْعِلْمِ وَالْإِيمَانِ وَمَعْرِفَةِ مَعَانِ التَّنْزِيلِ وَالْقُرْآنِ. Və kim ki bu məsələdə zəiflik göstərsə, yəni bu yolla gəlməsə, o artıq özünə elm və iman qapılarını bağlayıb və ümumiyyətlə Quranın düzgün başa düşməyi qapılısını bağlayıb. Düzgün məalını bağlayıb. Yəni, sünnəsi şeyx deyir ki, Quranı başa düşmək mümkün deyil. Və düz də başa düşməyəcəksən. Düz də başa düşməyəcəksən. Sonra bu birinci əsildir. Bu əsil, birinci əsildir. Hansı ki, sünnənin burada məqamını göstərdi və demək istəyir ki, əhl-i sünnə vəl-cəmanın üsulundan budur ki, təkfir məsələsində sünnəyə baxılır və sünnə hər şey bəyanlayıb. Əsillərdən biri sünnədir. Quran sünnə təbii. Oxuyaq əslini də, ikinci əsildə. Asl-ı stəni, oxuyaq. Böyük deyil, uzun deyil. Asl-ı stəni. Asl-ı stəni. Ənəl imanə aslun ləhu şu'abun mutaaddidə. Kullu şu'bətin minhə tüsəmmə imanən fəaləhə şəhədətü ən la iləhə illallah وأدناها إماطة الأذى عن الطريق فمنها ما يزول إيمانه بزواله إجماعا كشعبة الشهادتين ومنها ما لا يزول بزواله إجماعا كترك إماطة الأذى عن الطريق وبين هاتين الشعبتين شعب متفاوتة منها ما يلحق بشعبة الشهادة ويكون إليها أقرب ومنها ما يلحق بشعبة إماطة الأذى عن الطريق ويكون إليها أقرب والتصفية بين هذه الشعب في اجتماعها مخالف للنصوص وما عليه سلف الأمة وأئمتها. Şeyx buyurur ki, təbii ki, bu Şeyx Rahiməhullah İbn-i Qeyyimlə götürüb bu 5 dənə əsası. İbn-i Qeyyimin kitabı Hukm-ı Tarikı Saladan. Aydındır? Yəni İbn-i Qeyyim əslində bunu nəql edir. İbn-i Qeyyimlə nəql edir, daha doğrusu. Və sonra ikinci əsil, Əhl-i-Sünnə vəl-Cəmaə mənhəcində bilmək lazımdır ki, deməli, imanın şöbələri var, mərtəbələri. İmanın mərtəbələri var. Var yüksək mərtəbəsi, la iləhə illallah. Var aşağı mərtəbəsi, əziyyət verən bir şey yoldan kənara qoymaq. Və bu şöbələr də, bu mərtəbələr də o demək deyil ki, hansısa mərtəbə getsə, iman gedir hamısı. Şeyx deyir ki, Rahiməhullah, bu mərtəbələri bir eləmək xətadır. Bu mərtəbələri bir eləmək xətadır.
Ona görə xavariclərlə, çıxırıq biraz qırağı, xavariclərlə murciyələr xətalarından biri nədir? Deyiblər ki, iman şöbələrdən ibarət deyil. İman birdir. Getdi. Varsa, heç nəyi aparmır. Aydındır. Bunun nəticəsində murciyələdilər ki, iman qalxıb düşmür. Hələ bir qaydadadır. Amma Əhlüsünnə vəl Cəmaət deyir ki, yox. İman mərtəbələrdən ibarətdir. Ola bilər hansı mərtəbəsi getsə, o deməkdə bütün mərtəbə gedib. Aydındır. Ola bilər hansı mərtəbəsi getsə və mərtəbələrdən eləsi də var ki, getsə mı gedir? Bəli. Məsələn, şəhadət. Şəhadətdə iman gətirməsə və ya deməsə, o imanın hələ mərtəbələrindən biridir və əsasıdır. Aydındır. O gedir iman. Amma məsələn, elə mərtəbələr var ki, o eləməsə, məsələn, tutaq ki, maşınla geysən və ya yolda, gördün yolun ortasında daş çıxıb getdin, vecib almadın. Biri gəldi, tutardı, kafirsən. Deyəcəksən, ne üçün? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, imanın mərtəbələrindən də biri yolda əziyyət verən bir şeyi götürüb kənara qoymaqdır. Sən eləmədin, kafir oldun. Bu imandan idi, iman getdi səndən. Olmaz elə. Deməli, şeyh deyir ki, rahiməhullah, daha doğrusu İbn-i Qeym deyir bunu, ki, imanın elə mərtəbələri var ki, aydındır, getsə, gedmir iman, elə mərtəbələri var ki, iman getsə, gedir. O mərtəbə getsə, gedir. Mütləq bunu ayırmaq lazımdır. Bunları bir eləmək hamısı bir mərtəbədə olmaz. Sonra deyir ki, rahiməhullah, və kədəlikə kufur. Həmçin küfür də belədir. Küfür də mərtəbələri var. Ola bilər küfür olsun, insan kafir olmasın. Və ola bilər küfür olsun, insan kafir olsun. Bir eləmək olmaz. Xavaricdən zəlalətı bundadır. Hamısını bir eləyiblər. Əydən, həmçinin. Zu aslin və şuab və kəmə ənə şuabəl imani imanun və şuabul kufri kufrun. Necə ki, imanın mərtəbələri, hər mərtəbəsi iman sayılır, gedməklə gedmirsə, küfrün də mərtəbələri küfür sayılır, olmağınla insan olmursa, olmur. Və belə. Vəl-məasi kulluha min şuabil kufur. Günahlar hamısı küfrün mərtəbələrindəndir. Kəmə ənə taat kulluha min şuabil iman. Necə ki, itaət də hamısı imandandır. Və la yusavva beynəhuma fil əsmai vəl əhkam. Yəni, bir olsalar da eyni olmur. Adda olsa da, hökümdə fərqlənir. Aydındır. Və farqun beynə mən tərəkəs sala, avuz zəka, avuz siyam, av əşrəkə billahi, avul istəhənə bil mushaf və beynə mən yasriqu və yazni, av yaşrib, av yanhib, av sadara minhu nəv'un muvalatin kəmə cəra li hatib radiyallahu anhu. Tayyib. Yəni, Şeyx Rahimullah deyir ki, təbii ki, bunu yenə deyirəm, bunu İbn-i Qeym qeyd edir, deyir, mütləq ayırmaq lazımdır o şöbələri. İman şöbələri, küfür şöbələri, nifaq və s. Hamısında şöbələr var. Məsələn, deyir ki, biri var namazı tərk eləyir, zəkatı və ya orucu və ya Allaha şərik qoşur və ya Quranı ələ salır. Onunla oğru, zinakar, araqçən bir ola bilməz. Bir eləmək olmaz. Fərq var. Aydındır, qardaşlar. Fəmən səvvə beynə şuabil imani fil əsmai vəl əhkam əv səvvə beynə şuabil kufri fi dəlik fəvə muxalifun lil kitabi və sünnə xaricun an səbili sələfil ümmə daxilun fi umumi əhlil bid'ati vəl əhva. Əhlil bid'i vəl əhva. Yəni, kim ki onları hamısını bir görsə, yəni iman məsələlərini və s. mərtəbələri və ya küfür mərtəbələri o Quran sünnəyə müxalifdir və o əhl-i sünnə vəl cəmaənin mənhəcindən xaric adamdır, bidət əhlidir və hava əhlidir. Yəni, şeyx burada 2 dənə əsli gətirdi və sonra gəlir əl-əslu thəlith, 3-cü əsil. 3-cü əsil də belə sən deyən çox uzun deyil, lakin 3 ilə 4 qalsın gələn dərsimizə, çünki ola bilər 5 uzundur biraz. 3 ilə 4-ü bir dərsdə götürərik, 5-i də ayrı götürərik. Elə deyil, qardaşlar.
Yəni, demək istəyir, burada 2 dənə əsl nədə ibarət oldu xülasə. Birinci bilmək lazımdır ki, təkfir məsələsi, ümumiyyətlə, əsillər, Qur'an, iman məsələsi, Qur'an, sünnədə əsl bizim üçün. Birinci budur, aydındır. Mütləq sünnəyə müraciət eləməliyik. Çünki nə üçün? Xavariclərə fikir versin və ya bidət əlini çoxsuna, onlar Qur'ana gətirirlər, isnadlar, hədislərin müraciətləri azdır. Ona görə Qur'an sünnə olmalıdır, əsl bu məsələlərdə. Tərəzi, mizan. Bu birinci əsl, birinci buna müraciət etmək lazımdır. İkinci, bölmək lazımdır. Küfrün mərtəbələri var, imanın mərtəbələri var. Ola bilər ki, küfr kimdə ola, o deməkdə ölələm, o kafirdir. Aydındır. O deməkdə ölələm, o kafirdir. Ona görə bu əsillərə gedmək lazım. Bu ikinci əsl idi. İnşallah üçüncü əsr qalsın gələn dərsimizə. Allah subhanətlə bizə faydalardan etsin və bizi sabit etsin. Və selamu aleykum və rəhmətullah və bərəkatuhu.